mərkəzi sosial platformalarda görürdüm. Belə bir yer olduğunu görəndə sevindim. Kulinariyanı mən uşaqlıqdan xoşlayıram. Şirniyyat bişirmək və yemək bişirməyi. Fotoqrafiyanı da bişirdiklərimi daha gözəl təqdim etmək üçün seçdim. Həftənin 2 günü burada oluram. Saat 11-də kulinariyaya girirəm, 12-də çıxıram. Ondan sonra biraz dostlarla söhbət eləyirik, ya biraz çıxıb hava alırıq, digər dərsin vaxtının gəlməsini gözləyirik. Belə yeni hobilər edinməyə çalışıram. Gələcəkdə daha çox məncə kulinariya olacaq. İstəyirəm özümün bir kafesi olsun, minik. Orada bişirdiklərimi satım. Uşaqlıqdan həm rəsm çəkirəm, həm yemək bişirirəm. Yəni belə bir şeylərə həvəsim var. İnşallah bir gün rəsmimi də olaram. Öz kafemin divarlarını mən çəkərəm. Belə deyim, günümə rəng qatır. Bura gələndə həqiqətən də heç olmur ki, istəməmək kimi bir şey olmur. Məsəl üçün, çox yorğun olsam belə deyirəm ki, getməliyəm. Orada həqiqətən də çox maraqlı olur. Mənim üçün başım çox qarışır. 2 ildə biraz xəstəxanalarda olduğuma görə bura mənim üçün çox yaxşı təsir elədi. Burada əylənirəm, mən maraqlı olur. Təzə dostlar əldə edirəm. Daha çox inkişaf edirəm.